Hoş gördük mənim əziz, sevimli Türk qızlarım, Türk nənələrim, Türk analarım. Bugünkü görüşümüzdə sizinlə zamanənin, dövrün qlobal problemlərindən biri olan ən çox rast gəlinən uşaq problemi enurez haqqında danışacağıq. Enurez uşaqların gecə yuxudaykən yerinə sidik qaçırması xəstəliyinə deyilir. Enurez deməli bir çox səbəblərdən ola bilər. Bu hamını narahat edir. Həm psixoloji uşağın deməli inkişafında bir mənfi təsirləri vardır. Həm də ki, ümumi ailə məişət zəminində müəyyən narahatlıqlar yaradır. Enurez xəstəliyinin bir çox səbəbləri vardır. Burada birinci yerdə deməli genetikadır. Yəni genetik meyillikdir. Genetik meyillik demək olar ki, 40% hallarda əgər valideynin birində varsa, 70% hallarda isə valideynin hər ikisində enurez olubsa uşaq vaxtı 70% uşaqda da rast gəlinir. Demək, enurezin əsas səbəbi gecə yuxunun birinci fazasının dərin olmasıdır. Və yəni sinir səbəbidir. Sinir sisteminin tam yetkinləşməməsi səbəbidir. Demək, sinir sistemində yuxu funksiyası tam formalaşmadığına görə, yuxunun birinci fazasının dərinliyi normal desibeldə olmadığına görə, yəni uşaq yuxuda ikən, dərin yuxuda ikən, ümumiyyətlə yuxunun birinci fazasının dərinliyi çox olur və o sidik hissəsi olmağına baxmayaraq oyana bilmir və deməli qeyri-iradi sidik ifraz etmiş olur. Əslində normalda deməli bu ayılmalıdır yuxuda və sidik hissəsi dolduğu zaman da özü sidiyinə gedib deməli buraxmalıdır. Uşaqlarda 4-5 yaşlarına qədər sidik ifrazının iradi və gecə sidik ifrazı funksiyaları tam formalaşmadığından bu xəstəlik 4-5 yaşına qədər demək olar ki, müalicə olunmur. Əgər sidik qaçırmalar həm gündüz, həm gecə sidik qaçırmalar bu yaşlardan sonra davam edirsə, əsasən 5 yaşından sonra davam edirsə, bu mütləq həkim nəzarəti, həkim baxışı və müalicə tələb edir. Deməli, bu gecə enurezinin sinir sisteminin tam yetkinləşməməsi səbəbi ilə yanaşı digər səbəbləri də vardır. Belə ki, bəzən anadan gəlmə uşaqlarda kiçik ölçülü sidik hissəsi olur. Bu da demək sidik saxlamama səbəblərindən biridir. Ondan sonra stres, psixoloji təsirlər, ondan sonra deməli ailə münaqişələri uşağın sinir gərginliyini artırır, yuxu probleminə təsir edir. Ondan başqa qəbizlik, sidik sistemi infeksiyaları, diabet, bir çox səbəblər enurezə gətirib çıxara bilər. Demək, gecə yerinə sidik qaçırma enurez xəstəliyi valideynləri çox narahat edir və onlara elə gəlir ki, bu çox çətin müalicə olunan xəstəlikdir. Əslində isə əziz valideynlər, əziz qızlarım, diqqətlə qulaq asın. Əgər uşağın saydığım ancaq yuxuda ikən sidik qaçırması varsa, yəni ayıq vaxtı, gündüz vaxtları sidik qaçırma demək olar ki, yoxdursa, bu sırf yuxu dərinliyi problemidir və asanlıqla da müalicə olunur. Əlbəttə ki, düzgün yanaşma olarsa. Enurezin müalicəsi deməli bir çox yöntəmdə aparılır. Burada həm konservativ müalicə, yəni dərman müalicəsi, həm fizioterapiya, psixoterapiya, davranış müalicəsi və bir çox başqa deməli müalicələrdən istifadə olunur. Eləcə də yanaşı xəstəliklər varsa, enurezə demək gətirib çıxara biləcək və yaxud da onu kəskinləşdirə biləcək yanaşı xəstəliklər varsa, onlar da mütləq müayinə olunub, aşkara çıxarılıb, müalicə olunmalıdır. Enurezin müalicəsi yəni çətin deyil. Valideynlər çox xahiş edirəm, vaxtında pediatra müraciət edin. O sizin uşağının
gecə sidik qaçırmasının səbəbini aydınlaşdırsın və sizə düzgün yönləndirmələr etsin. Və bu tam müalicə oluna bilən bir xəstəlikdir. Diqqətinizə görə təşəkkür edirəm. Yəni, sualınız olarsa müraciət edə bilərsiniz.